Salam, sabahınız xeyir millət. Hal-hazırda Dubaydayıq. Çox detal vermək istəmirəm, çünki biraz yuxuluyam. Biraz ayılaq, sonra sizlə söhbət eləyəcəyik. Bu günləri çox maraqlı bir yerə gedirik. Çox maraqlı avtomobillə. Keçən Dubay vlogundan bilənlər getsin, baxsın. Bilməyənlər daha doğrusu getsin, baxsın. 92 M3 mexanika. Çox maraqlı bir avtomobildir. Çox maraqlı da səsi var. Biz yola düşək, yolda söhbət eləyərik. Bazar günü səhər durmusan və manual 92 M3 sürürsən, 8 silindir sürürsən. Yuxularımı qarışdırmışam uşaqlar. Çox maraqlıdır. Salam hər kəsə millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Bu günləri Al-Safa parkındayıq. Çox böyük bir parkdır, hər yer yaşıllıqdır və Dubaya əsas gəlmə səbəblərimizdən biri sırf bu tədbirdə iştirak eləyib burada olan möhtəşəm, bir-birindən maraqlı avtomobilləri sizə göstərməkdir. Videomuzun əsas hissəsi indi başlayır. Ona görə də əsas olaraq videomuzu bəyənin. Kanala abunə olmayanları qınayıram, bəlkə sərt şəkildə tənqid eləyirəm. Zəhmət olmasa kanalımıza da abunə olun ki, bu tipli maraqlı kontent gələndə elə ən birinci sizin xəbəriniz olsun. İndi açığı desəm, elə şak açdıq, başladıq çəkilişə. Çünki o qədər çox avtomobil var. Əziz Niva sevənlər, 07 sevənlər, Sovet aşiqləri, öz eşqinizi qəlbinizdə saxlayaraq bir dəfə də bu xarici avtomobillərə məncə bir şans verin. Biraz gəlin bu videoya baxaraq biz öz visionumuzu, öz dünya görüşümüzü artıraq. Çünki mən şəxsən eləncini eləyirəm, gəlirəm bu tipli eventlərə, baxıram, ay cəmaat neyinir, nə qayırır. O gördüklərimin 3%-ni, 5%-ni real olaraq Bakıda öz maşınlarımda eləyə bilirəmsə, bu mənim üçün belə bomba kimi də uğurdur. Ona görə də gəlin birlikdə həm maariflənək, həm biraz gözümüz, könlümüz açılsın. Yəni göz könül deyən kimi belə McLaren Senna ilə Bugatti Chiron dayanıb. Yəni bu videoda GDM-indən tutmuş, nə bilim İtalyanı, Amerikanı, Hot Rod'u hamısından görəcəksiniz. Miatalar da göstərəcəm sizə. Misal üçün, bax, belə bir Hot Rod var. Bax, bu Amerikada, yəni buna 3 saniyə baxırsan, qartalın başı çıxır. Burada da maraqlı bir Scores başlığı var, Shift Knob var. Çox maraqlı, yəni atmosfer öz yerindədir. Burada da bizim atmosfernik, nə bilim, neçə 3 karbüratorla səhv eləmirəmsə mühərrikimiz. Onun yanında belə bir Lamborghini var. Adam çoxdur, maşın çoxdur. Uşaqlar haradan gəldi, şaka-şuka çəkirəm. Salam aleykum. Salam. Samir bizimlədir, cavanlar. Yəni xəbərim yox idi Samirin bura gələcəyi. Samiri biz Samir Design olaraq əsasən Instagramda mən belə tanımışam. Samir bir çox maraqlı konsept avtomobillərin, düz deyirəm, düz gedirəm hələ ki. Həm də istehsal. Həm də istehsalımız da var. İndi Samirlə belə digitalda salam sağ ol var idi, amma bugün canlı qanlı görüşdük. Şad oldum. Mən də şad oldum və söz də qopartdım Samirdən ki, birlikdə bir şeylər eləyəcəyik gələcək zamanlarda.
Tərtəmiz. Mütləq. Mütləq. Müəllim, səni əsas belə deyim, yalan deməyim, Bakıda əsas tanıyanlar bu Genesis olayları ilə səni tanıyır ki, yeni Genesisin dizaynında Samirin də işləri var. Düz söhbətdir o yoxsa? Şayət. Şayədir zaten. Qalmaqal. Biraz məlumat ver də, hansı tipli işlərin olub? Tanımayanlar var da, yəni yalan deməyim. Məncə Azərbaycanda birinci mən bu Ferrari məsələsindən tanıyırlar. Çünki mən universitetdə oxuyanda İtaliyada, orada Ferrari'nin dizayn yarışmasında dünyada ikinci olmuşdum. Sonra Lamborghini ilə başladım işləməyə. Urus'un üstündə işləyən ilk komandada mən də dizayner işləyirdim. Ondan sonra Ford, sonra isə Rezvani Motors'da neçə dənə maşın elədim. Və axır 8-9 il idi Genesis'də işləyirdim. Aha. Və artıq Genesis'lə də bitirdim və Genesis'lə bitirdiniz. Bitirdim. Tamam. Üçüncü yarış maşınlarını elədim. GMR 001 eləyəndən sonra mən artıq Genesis'dən bir ay yarım olar ki ayrılmışam. İndi yəni nə üzərində işləyirsiniz, sir deyilsə, sirdirsə heç. Sirdir, konfidensialdır. Amma ən azından deyə bilərəm ki, indi burada hal-hazırda əmirlikdəyik biz, Birləşmiş Ərəb Əmirliklə. Onlar üçün bir maşın layihəsi var, onun üçün işləyirəm. Maraqlı, həyecanlı gəldi. Samir, xoş oldu. Çox şad oldum. Mən də şad oldum. Çox sağ ol, bizim videoya da bir yüngülvari qonaq olmuş oldun, amma belə yox, bir Azərbaycan. Bir gün oturaq. Bir gün oturaq, rahat söhbət eləyək. Bir gün oturaq. Atmosfer necədir bəs? Super. İlk dəfədir gəlirdim bu piknikə, eşitmişdim. Həqiqətən gözəldir. Mən Avropada belə eventlərdə çox olmuşam, çünki oradan gəliblər. Bəli. Və buradakı da bir başqa aləmdir. Həqiqətən çox gözəldir. Çox zövqlü maşınlar var. Yaxşı, belə də top var burada, nəsə favorit sənin üçün ki? Favoritim arxada, buradan da görünür, ən arxada sarı Ford GT var. Gördüm. O mənim dünyada ən sevdiyim maşındır. Ford GT. O imin, yəni xüsusilə o 2004, o model mənim ən sevdiyim model. Yəni ondan yuxarısı yox. O kadrı gördünüz ki siz. Çox sağ ol Sami. Təşəkkürlər. Karbon monokok, karbon gövdə, göy rəngdə bizim karbonumuzu görürsüz. Möhtəşəmdir. Çox sevindirici haldır ki, bizim ölkəmizdə də belə bir Chiron var. Onun yanında McLaren Senna. Senna bir-iki dəfə mənim videolarımda olub. Ayrton Senna rəhmətli, Allah rəhmət eləsin. Onun eşqinə, şərəfinə McLaren tərəfindən hazırlanmış Senna modelidir. Bu da möhtəşəm bir şeydir. Bunlar artıq arzulardır. Bunlar yəni Forza Horizon'da falan ala bilirsən belə şeylər. Gəldi bu tərəfə Alfa Romeo, balca salam. Alfa Romeo'lar var burada möhtəşəm. Düzdür, çox Alfa Romeo fanatı olmadığım üçün dəhşət bir məlumat verə bilməyəcəm, amma 57.000 kilometrdə olduğunu deyə bilərəm bu avtomobilin. Çox maraqlı. Yəni mən hansını çəkim, hansını göstərim. Bax belə də bir gözəl bir Alfa Romeo var. Onun yanında onu da göstərək. İnciyər bizdən birdən. Sorry, bu səhv etmirəmsə Alfa Romeo Lancia'nın disklərindəndir. Elə bu Lancia'dır, bəli. Lancia Delta. Bunun Grup B yarışlarında, səhv eləmirəmsə rally yarışlarında çox bomba, belə deyim, göstəriciləri olub. Yəni bu avtomobil çox dəyərlidir. Yəni qiymətini deyə bilmərəm, amma çox dəyərlidir. 30 M3 hər bir avtomobil sevərin qarajında olmasını istədiyi bir şeydir məncə. Çünki artıq BMW, Mercedes söhbəti yoxdur. Hər bir avtomobil xoşlayan 30 M3 xoşlayır. Əksini iddia eləyən özü bilər. Belə bir gözəl 30 M3 var, qıpqırmızı rəngdə. Çox güman ki, ya Hellroddur, ya Hennadır rəng olaraq. Patpresini də təzə qoyublar. Və o qədər türklər demiş, görgüsüzdürlər ki, 1K da qalıb üstündə. Heç olmasa bunu qoparda bilərdiniz. Yəni bu part number'dan olan okey, patpres təzədir. Bunu heç olmasa qopart da qardaşım. Bu salafan eşqi nə deyir sizdə? 2002 kanalda incələməsi var. Bu bilmirəm TI modelidir. Səhv eləmirəmsə TI modelidir. Turbo ilə olan versiyasıdır. Narıncı rəng, gör necə yaraşırıq bir-birimizə. 2002-nin fikası nədir? Pedallar səhv eləmirəmsə aşağıdan gəlir. Normalda yuxarıdan gəlir pedallar, belə basırsan. Amma bunda yerdən gəlir, belə yarış maşını kimi. İncələmişik, amma TI deyil. Nəsə atıblar, adi 2002-dir. Mən bundan çəkmişəm. Tamam mı burayı? Davam edirik. 46 M3 çəkmişik. 46 M3 çox çəkmişik.
46 M3-dən də çox çəkmişik, 46 M3-də çəkmişik. Qəşəng, sadə, səliqəli. Deyəsən titanium egzostumuz var orada. Yəni SMG ilə də, SMG ilə də bizə maraqlı deyil. Bir. Belə bir Eleanor. Nə bilim, mən çox belə ölmürəm deyə belə də spek də var ha amma. 1967 2 qapı fastback V8 tuda. Darab. İndi bilmirəm, bu düzəltdikləri adı yalancıdır, doğrucudur, amma doğrucudursa olay. GT 500Y. Qabaqdan da bir görüntü. SL sevirik. İstənilən model SL-i sevirik. Belə bir möhtəşəm SL var. Düzdür, tam favoritin içində bu model deyil. Mən R129 fanatıyam. Amma bu da qəşəngdir. Yəni, durum deyim, bu yaxşı deyil, ayıbdır. Çox qəşəngdir. Amma burada GTI var. Misal üçün, GTI-dan danışa bilərik. Golf GTI. Bu disklər çox dəyərlidir. Belə məlumat olaraq deyim. Disklər, düzdür, burada biraz vurublar, amma disklər çox dəyərlidir. Burada qəşəng belə fortiskamız var. Interesli, maraqlı. Onun yanında 911 var. Touringdir, səhv eləmirəmsə. GT3 Touring. Tamam, 911 çox görəsiz, yəni bu videoda çox üstünə durmuram. Amma bunun qadasını alaram. Bax, bu qəşəngdir. Hə, bax, bu maşını biz görmüşdük küçədə. Bu əclaf gəldi. Dubai Mall'da anasını ağlatdı yolun. Belə şeylər elədi. German nömrəsi ilə getdi. Və sağ olsun, bilməyənlər üçün də yazıb. Bax, bu lipdir, splitdir. Bu dive plane'dir, yan tərəfində olan. Bu lowerdir, hava üçün. Bu liverydir, yəni nakleykadır. Go to the pet shop. Go to the pet shop. Heyvan tükənmək gediyinə. End plate cover, CFRP left. Yəni arxa hissə plastikdəndir. Bu çox belə öyrədici inşaat maşını, yəni bildiyiniz. Bizdə də tədbirlərdə belə şeylər eləmək lazımdır. Bu lipdir, ay bala, ora çıxma. Bu kapotdur, üstünə oturma. Qəşəng ideyadır ya, onu eləyə bilərəm öz maşınımda. Tıkladım onu, oğurlamayın. Onun yanında daha bir GT3 var. Çox belə Azərbaycanlı qaqalarımın xoşladığı, qara olsun, gözə girməsin şeyi ilə. Qara bir GT3 var. Bax, bundan. Bu. Trek olsun bizdə, nə maşın istəyərsən səndə olsun. Bax, bundan olsun. Trekdə bütün günü sürüm istəyərəm həqiqətən. Lotus, yəni özünə məxsus görüntüsü ilə, özünə məxsus şəssisi ilə həmişə seçilib. Bizim ölkəmizdə, bilmirəm, sırf bundan yox, Lotus olaraq bir ya iki dənə var, yoxsa yox, dəqiq bilmirəm, amma burada çoxdur. Maşallah, burada yaxşıdır. Sonra, avtoasın maşınlarıdır, səhv eləmirəmsə burada. McLaren 720-dir, səhv eləmirəmsə, amma misal üçün, gəl, yaxın bir kadr istəyirəm səndən. 90 dərəcə istiliyinə dözə bilməyib, fikir versəz, qabarlanıb oralar. Yəni, mən bu maşını çıxartmazdım bu vəziyyətdə, amma pasatkası verilib, soyuq pres, qızdırılmayıb, kəsilməyib, heç nə olmayıb. OEM formada çox güman ki, amma karbon keramika danışır. Nəysə, pasatkamız yerində, onun yanında Lotusun, bu nədir bilmirəm. Yəni, Lotus dedim, mən bura gəlib çatmamışam hələ. Çox güman ki, konsept və yaxud da ki, trekovi bir maşındır. Çünki, çək də ürəyim, canımsan. Hə, deməli, yəni, burada sırf girdin, treka sıfırlandın, çıxdın, 311 dənədir dünyada cəmi. İngiltərədə hazırlanıb, 15-ci maşındır bu da, gördüyünüz. Bu arxa hissədə də mühərrikimizdir. Yəni, bunu çox takılmayın da, yəni, bunun niyə qabaq patpresi yoxdur, zat takılmayın.
Yəni baxan kimi hiss olunur ki, köhnə tipdir. Ha, 96-cı ilin Renault B196-04 şəssisi ilə, yəni elə görüntüsündən hiss olunur ki, köhnədir. Yəni onu deyəcəkdim ki, təkəri falan və çıqqılı bir şeylərdir. İndi olub dana boyda, yekəlib. Maraqlı belə trek əlcəkləri var. Mən buradan nəsə boğa bilərəm. Bunu istədim misal üçün. Tutalım, baxıram elə. Mənə balacadır, bunu mən sıxmaq istəmirəm. Nəysə, gələrik. Maraqlı şeylər var, yaxşı, bura gələrik. Cavanlar, Land Rover, yəni pisdir, yaxşıdır, yox. Bu bir ikondur. Söhbət qutardı. Yəni, bizim ölkəmizdə heyf ki, o vaxtlar gətirməyiblər vaxtında. Burada əsasən də lokal cəmaat çox xoşlayır. Əvvəl belə o vaxtdan xoşlayır. Yaxşı çəkildim, maşını çəkir. Əvvəldən xoşlayır deyə vaxtında gətiriblər. İndi də gətirə bilirlər bura. Davam edirik. Arxada misal üçün bax, Hikmət valnası var. Bir dənə buna bax. Yəni, bir dənə gözdə o fışı götürməyəm bir dənə bunlarını. Gör necə zoram mən. Səhra düşün, burada çayzad düşün. Bura çaydır, səhradayıq. 90-cı illərdir, babamın şəkli. Uşaqlar, belə bir G-Wagon var. Çox qəşəngdir. Your? I wish to. Çox güman ki, o vaxtı bu Safari'də falan olan maşınlardandır ki, yan tərəfləri açıqdır. Ya da ki, bəlkə də belə ambulans falan bir şeylər də ola bilər. Çox belə bilmirəm, yalan deyim. Amma çox qəşəng restavrasiya eləyiblər. Yəni, bu çox yaxşıdır. Bundan istəyərdim. Bundan istəyərdim. Android monitoru saxmasaydı zor olardı, amma ümumi əla. Bir qarşısından da göstərək. Düzdür, bu pis faralar da qoymasaydınız yenə super olardı, amma bunu vermənə bir-iki dənə toxunuşdan bunu möhtəşəmliyinə qaytaraq. Uşaqlar, burada Snoop Dogg-a bax bir dənə. Gələcək, getmə. Bəyənməmsən videonu, hara gedirsən? Videonu bəyən zəhmət. Biz buradan davam edirik. 2 dənə Reviolto var. Nazar Holding sağ olsun, Revioltolar ölkəmizdə çoxalıb. Ona görə artıq bu avtomobillərə wow gözü ilə baxmırıq. Bakıda görə bilirik, şükürlər olsun. Davam edirik, orada daha bir Shelby var, amma olay onlar deyil. Olay bax budur. Salin. Salin S7-dir səhv eləmirəmsə. Fikir versən, dayı bilir ağzının dadını. Fikir versən, cavanların xəbəri yoxdur bundan. Çünki bu vaxtında prototip kimi fason çıxıb istehsal olunub, çox az saydadır. Yəni, deyərdim ki, bəlkə də mən özüm ilk dəfədir görürəm deyə bilərəm belə canlı həyatda Salin. Çox maraqlı, çox maraqlı. Wow. Amerikadan gətiriblər. Bax, burada şey var, 2011 axırıncı şey var, səhv etmirəmsə. Tex motoru belə desəm. Sorry. This is S7? Bəli, S7. Qardaşım, görən kim vurur da başa düşdüm. Gəlin bir arxasında göstərək. Yəni bu, hər gün bu maşını görə bilmərsiniz. Görürsən, bu cəmaat da özü baxır ki, bu necə bu belə baxır maraqla. Yəni, vaxtında olub və bitib. Burada heç nə gözləməyin, ay belə bək gedir, ay belə komfortsat. Bu özü bir, yenə deyirəm, ikondur. Sözü yazın. Burada Mazda RX-3 var. Bu biraz customize olunub, ürəyin istəyən customize olunub. Yəni bu diskdə var da bir, neçə deyim, 15 falan var burada. Birəm bunun tormuzlarıdır. Belə interesli, mənim çox da sevmədiyim stildə, amma rəngi çox qəşəngdir. Hazırlayıblar. Üf. Is that rotor? Yes. Rotor mühərriklə. Gözlə gəlin buradan. Rotor mənim canımdır, ciyərimdir. Amma biraz acı gəlir, amma sevən qatlanmalıdır da bu gözəlliyə. Qəşəng, qəşəng, amma RX-3 yoxdur, rotor. Baba, fırlandı bir dənə. Laylo Flu. So,
Olay budur. Həqiqətən uşaqlar bunlar tullanır yəni. İndi tullandıra yəqin bilməyəcək burada. Gəlin daha içdən baxaq. Yes. Belə. Tullananda orada verveşləri də oradadır. Amma bu dağılır ha bu. Saxla bir şəkil çəkdirəcəm bundan. Uşaqlar davam eləyirik. O qədər çox maşın var. Yəni mənim gözlədiyimdən də çox olduğu üçün çalışacağam, nə bilim, yorulmadan tez-tez çəkim sizə göstərim. Patrolumuz var. Bax qardaşlar burada şərait qurub özləri üçün yaşayırlar. Onun yanında GT3 RS var. Narıncı rəngdə. Daha bir R129 SL. Qarşıda 2 dənə də SL-imiz var, amma burada 911-lər var belə. Möhtəşəm görüntüdə. Onun yanında 2 dənə Evo var. Bu Evonu çox bəyəndim və fikir versəniz soldan sükanlıdır. Yəqin ki Amerika bazarı üçün istehsal olunub ya da bilmirəm, amma çox qəşəngdir. Yanındakı da Evo'dur, 911. Burada 911'lər boldur. Belə bir Toyota var. 200, that's amazing. Göstərim sizə. Thank you. Land Cruiser. Onun arxasında çox güman ki birinci versiya olan London taksi var. Bu formada. The highest score is 2. İçərisini də sizə göstəreyim. Çox bir şey dəyişməyib. Yəni basic olaylar eynidir. Yəni burada oturacağı falan da çox əlləmək istəmirəm. Oturacağı falan bu formada açılır. Thank you. Bu da fikir versəz sağ sükanlıdır. Avtomat korobka. Belə çox maraqlı. Thank you sir. Aha, nəsə göstərir. Həvəsli bir dayımız. Hoppa. Nissan 2.7. Hoppa. 2.7 Nissan mühərrikdir üzərində. Very nice. Thank you. That's good. Çox qəşəng bir London taksimiz var. Kamperlara keçək Hikmətin Kruguna. Burada Qalenwagen var. Üstünə baxın, belə bir çadır qoyublar. Burada onsuz çox populyardır. Səhrada falan çox istifadə olunur bu tipli avtomobillər. Hikmət buradadır. Hikmət, bax, sənin üçün çəkirəm. Yaxşı bax. Bax, üstündə belə qorumaları var. Plasmasdır amma. Belə yan ayaq qoyanı falan. İçinin vəziyyəti bu formadadır. Mexanikadır usta, biləsən. Çadırımız yenə yuxarıda. Biraz adam çox olduğu üçün çalışıram rahat bir formada çəkə bilim. Sonra gələndə Land Rover var yanında. Bu da üstündə çadırı ilə fikir versəz. Amma bu çox qəşəngdir. Land Rover. Üzərində də BMW-nin Cafe Racer tipli baykı var. Marshall audio sistemimiz də yerində. Gəlir. Maşallah. Qəşəng. Camel Trophy. 695 Rivali birinci səfər görürəm. Akrapovic egzoz sistem var üzərində. Bu söhbət çox xoşuma gəldi, maraqlıdır. Digəri isə qaqa, nədir bu? SSC-dir, nədir bu? Belənçinə bir maraqlı. Onun da yanında 595 Competizione var. Yəni üçü də çox qəşəngdir deyərdim. Çox maraqlı. Amma ən belə maraqlısı. Sorry. Can I see inside? Absolutely, yes, of course. Do you know about the Rivali? No. From the boats, Riva. Okay. Okay, so what happens is like you have the wood interior here. All right, you've got Okay. as well the same color as the Riva boats. And Understand. This is the blue and silver. It's like by Riva boats. Understand. Right. And is that limited or? Yes, that's limited edition as well. How many? This is numbered 988 out of 1,500. Ah, perfect. Awesome. Nice, thank you. Pleasure.
biraz abartlandıq. İndi sizi biraz GDM-ə boğmaq istəyirəm. 240Z Datsun möhtəşəmdir. Dubayda çox sevirlər bu avtomobili. Bundan yəni bir neçə dənə çox var deyərdim. Çox qəşəngdir. Davam edirik. Amerikan pick-up GTR 34 Skyline. Xoşlayırsınız bilirəm, ona görə belə detallı çəkirəm. Onun yanında balaca qardaşı GTR 35. Amma indi deyəsiniz ki 34'ü tam göstərmədin. Çünki burada daha bir GTR 34 var. Çox maraqlıdır. Düzdür, biz göydən yanayıq, amma ağ da yaxşıdır. Və belə sıralı formada gedir. GTR 33 və GTR R32. Bu da qəşəngdir və Hikmət valnası. Patrol Safari. Bunların belə görünməyinə baxmayın. Çox bərk bunlara update edirlər. Bir 1000 at gücü plus olur. Sən çox irisən. Onu deyə bilərəm və çox təmizsən. GMC-nin belə bir yəni əsl Amerikan cipi var. Çox böyükdür uşaqlar. Yəni onun yanında da iki qapılı belə bir Dodge Ram var. Klassik 911'lər var. Qara qəşəngdir. Amma sarı möhtəşəmdir. Sarıya tərəf yavaş-yavaş gedirəm. Burada belə bir qəşəng bir şey var, onu da istəyirəm sizə göstərim. Üzərinə baxın, belə də bike qoyublar. Çox maraqlı. Çox maraqlı. Turboymuş, fikir vermədim arxa krollarına. 3.6 turbo, amma nəsə axır vaxtlar uşaqlar sarıya tərəf meyllənirəm biləsiz. Burada yenə klassik və fikir verin 2 qapılı. Bilməm görmüsünüz yoxsa 2 qapılı Range Rover'dir. Çox maraqlıdır. Orada da 4 qapılısı var. Arxa hissədə mini var. Burada belə bir şey var. Kodlamışkən. Çox qəşəngdir. Turbo fikir versəniz. Əla, əla. İnteryer də ağ rəngdədir, çox qəşəngdir. Nəysə, çox şey eləməyim, gedək. Davam edirik. Nice car. Ola. Burada belə yaşını başına almış Amerikanımız var. Project 7, Jaguar. Bilmirəm, görməmişəm. Birinci səfərdir görürəm. Dedim qoy sizə də göstərim. Belə bir formada. Wow. Z seriya bizim ölkəmizdə heyf ki yoxdur, səhv etmirəmsə. 39 M5'in mühərriki olmalıdır üstündə. GT4 RS var. GT4 RS bizdə var, amma bu kabriolet Galenwagen'də göstərməsi olmaz. Çox qəşəngdir. Möhtəşəm. Bunun dumanlılarına, bunun rənginə, bunun vidinə, fasonuna. Sevirik. Saxla evin salonunda. Burada Porsche 356 var. Səhv etmirəmsə. Yoxsa buydu. Burada Spider var. Bu səhv etmirəmsə replika olmalıdır. Bunu biz trekdə görmüşdük, amma deyəsən yox. Deyəsən yox. Şəkillərdən belə başa düşürük ki, orijinaldır deyəsən. James Dean'in maşını deyil də bu yəqin ki. Amma belə şutka maraqlı alınıb. James Dean. Arkada daha bir Porsche. Bura full Porsche'dir cavanlar. Lotus. Bax bu maraqlıdır. Görməmişəm bu Lotus'dan. Ona görə ətraflı çəkmək istəyirəm.
interyeri bu formada. Avropa, Lotus Avropa. Çox fərqli bir şeydir. Çox fərqlidir. Uşaqlar, According to the look and according oy da rufu necə saxlayıblar ha burada? Elə də yəni heç nə. Uşaqlar, bu Porsche deyil, bu Rufdur. Ruf ayrıca bir atelyedir. Porsche-dən şəssiləri götürür və özü bildiyi kimi öz tərzində belə deyim, update eləyir və daha möhtəşəm bir 911 çıxır ortaya. Bu da həmin Ruflardan biridir. Bu GT2-ni də bura gizlədiblər belə. Maraqlı, çox maraqlı, çox maraqlı. Buradan gələnləri də zadını götürün. Çox gözəl. Bilirəm hər yer Porsche-dir, çünki Porsche-lərin yığıldığı bir hissədir. Digər hissələrə də keçəcəm, əmin olun. Renault 5 GT Turbo 1990. Çox qəşəng. Çox qəşəng uşaqlar. The engineering left a lot to be desired, whereas now, Yeah. What's mad is that it came with AC, right? It came with air conditioning. And because it was Deyir, kondisioner də gəlir bunlardan. Sağ olun. I was like, oh, okay, it's got AC, oh, that's cool. And then when I spoke to my mechanic, he was like, what are you going to do? So I'm running off the same belt. Çox, yəni ikon bir avtomobillərdən biridir uşaqlar. Bunu da gördük. Yenə Amerikanlılar çıxır qabağımıza. Göstərməsi olmaz. Wow, bunlar nə inib ha burada? Burada maraqlı bir şey var. Audio sistem yığıblar. Yox, askı sistemidir. Qaqa, Panema budur, baxın. Baxın, Panema budur. Air askı sistemi çox səliqəli yığıblar üzərinə, custom olaraq yığılıb ümumi maşın. Yerə sıfır. Yəni özünüz görürsünüz. Bu avtomobilin interyeri. İstəyirəm biraz da köhnə günləri yad eləyim. Çox təmiz, Dorestyle-da olsa 36 M3 var. Rəng kodu yadımdan çıxıb, amma çox xoşlayırdım bu rəng kodun. Açıq səhra sarısı olaraq keçir. Belə desəm. Çox qəşəngli. Vader oturacaqlar var içində. O hissəyə gələcəm. Amma Dorestyle-dır maşın özü. Evropeykadır. Maraqlı. Bundan istəyirəm. Honda'nın K-car mədəniyyətinin belə də banisi, ən çox gözümüzə girən kiçik pikaplardan ki, Yaponiyada istifadə olunur. Burada da gətiriblər. Çox maraqlıdır. Yəni çox və balacadır içi biləsiniz. Avtomat korobkadır, 94-cü ilindir. Baxın belə bir şey. Düzdür, bunun arxada əslində normalda kənarları falan olur yük qoymaq üçün, onları ləğv ediblər. Borlanın egzostunu qoyublar alt hissəsinə. Maraqlıdır. Çox maraqlı. Mən bunları sevirəm. T-Kuza tipli. Yəni, həqiqətən bax bunu elə bu formada istifadə eləmək lazımdır. Fikir versəniz. Kravatı var, divanı var. Belə güşə qurublar özləri üçün. Mən yəni bayaqdan bir dənə sektordayam. 3-4 dənə sektor var və hələ ki ilk sektordan çıxa bilməmişəm. O qədər çox maşın var və hamısı maraqlıdır. Bilmirəm hansını çəkim. Misal üçün belə bir pick-up Defender var. Görməmişdim. Yəqin bunu proyekt eləyiblər. Çox maraqlıdır. Arxa hissəsində sizə istəyirsiniz göstərim. Fərqli yanaşma. Maraqlı bir şey alınıb məncə. Yəni öyrəşmədiyimiz bir görüntüdür.
Deməli uşaqlar, burada Caterham'ın ayrıca bir stendi var. İngilis mənşəli trek avtomobilləri deyərdim, düzdür. Küçədə də sürə bilirsən, amma yəni hər gün bunu sürmürsən də küçədə, retki görərsən. Və bir neçə dənə burada modeli var, fikir versəniz. Bir dənə də burada belə bir Caterham görürsünüz. Dallara Stradale idi, səhv eləmirəmsə. Çox maraqlı, çox belə limitli sayda olan bir avtomobildir. Hə, vot, Dallara Stradale, düz demişəm. Qardaşınız da bilir ha. Belə bir formada. Daha bir Dallara var burada. Yəni, bunlar artıq uşaqlar, başqa dünyada, yəni qarışdırmayaq. Minnoşlarla davam eləsək, belə bir 500 var. Mən buna Monaco Edition demək istəyirəm. Həqiqətən Monacoda falan belə fırlanırlar. Görmüşəm bir neçə dəfə videolarda. İçini də göstəreyim. Yəni belə toxuma oturacaqlardır. Heç nə yoxdur başqa. Bunu da arxadan görüntüsü. Aha, daha bir Miata tapdım. Buna da bir baxaq. Dore Style'dır. Tünd yaşıl. İndi bilmirəm nə dərəcədə görünür. Gün pramoy yuxarıdan vurduğu üçün biraz qaranlıq görünə bilər. Sorry. Koenig disklər var. 84.000 probegi var. Special Edition'dır. 4000 dənədən, gözləyin göstəreyim. 4000 dənədən 1041-ci avtomobil. İndi yalan doğru bilmirəm. Amma da deyirlərsə biz də göstərək. Ön hissəsini də göstərim. Belə. Faralar olmamış, amma belə ümumi yaxşıdır. Burada Miatalar var. NC kuzov, ND kuzov. Yəni 3-cü nəsil, 4-cü nəsil. Belə bir M2 CS var. Çox qəşəngdir, karbon keramika. Əyləc sistemi var üzərində. İnteryerə baxsaq, bizim oturacaqlara bənzəyən, sadəcə burada artıq M2 yazılıb, fikir versəniz. Maraqlı. Burada da eynilə CS yazısı var. Arxa hissəsinə baxsaq. Maraqlı. Maraqlı M2 CS. M2 CS-in sahibi adamla tanış olduq, biraz söhbətləşdik, biraz dərdləşdik. Bu videoda bu avtomobilə mən yer verməsəm ayıb olardı. Çox qəşəngdir. Onun yanında çox qəşəng rəngdə bir Audi R8 var. Bu ümumiyyətlə Audi'nin stendidir. Burada RS görürsünüz. Real, canlı. Nömrəsi ilə falan. Yəni, Dubai polisinin maşını. Çox yaxşıdır ki, yəni polis maşını belə görə bilirik bu eventdə. Çox qəşəngdir. Onun da yanında cürbəcür, rəngarəng McLarenlardır. Nə bilim, arxada Aston Martin SP var. Bu yaxşıdır amma ya, bunu göstərim. Burada Aston Martin SP var, qoy bunu da göstərim. Çox qəşəngdir. İçini də göstərim. Təzə də, yəni bu sürülüb eləmiş, sadəcə qarajda qalan bir şeydir. SLS-in babası var, Galving ləqəbi ilə. Qapıları bu avtomobili bənzərsiz eləyir və qiymət aralığı, yəni yaxın durulası deyil də. Düzdür, bu dəhşət super vəziyyətdə deyil, amma hərəkət varsa bizdə var. Ferrari'lər burada çoxdur. Çünki Ferrari zonasındayıq. Amma burada bir Ferrari var ki, bizə çox əzizdir, bizə çox doğmadır. Çünki dostumuzun avtomobilidir. Onu da istəyirəm sizə göstərim. Təzə gəlib Dubaya. Ferrari 355, amma
çox rare, yəni çox redki tapılan bir spekləndi. Bezkraska Tudaysuda sarı göy salonla. Hazırsınızsa göstərirəm. Çox gözəl deyilmi? İstəyirəm içini də sizə göstərim. Tanış olanda açıb baxa bilirik də maşının içinə zadına. İnteryer möhtəşəm. Vəziyyəti də çox möhtəşəmdir maşının. Bu da arxa hissədən görüntüsü. Atı görürsünüz uşaqlar. Zavod atı üstündədir. Düzdür, oğurların indi xəbəri yoxdur, hələ ki sumka yoxdur. Daha zor soxlayırdı. Qaldın yolda, misal üçün. This is very handy. I have to park a long time. Yeah, so the better doesn't Bütün ehtiyat kəməri, atverkası zaten. Biraz alverçi kimi görsənirəm bu dəqiqə, amma bu atverkadan heç kimdə yoxdur da Ferrari yazsın. Oyda. İndi heç telefonun içindən adapter gəlmir. Nə buna baxsan Allah. Ehtiyat lampasına kimi var. Kəməri falan. Sumka da sumkadır ya. Su. Maşının bir-iki dənə işləri var. Çatdırsaq, Bakıya qayıtmamış bu avtomobilin də bir incələmə tam deməyim də bir sürüşlü bir ayrıca videosunu çəkmək istəyərəm. Bakıda görmək istədiyim avtomobillərdən biri Toyota Yaris GR. Heyf ki bizdə yoxdur. Bizdə hələ də bu tipli avtomobilləri başa düşmürlər. SLR McLaren gedir yavaş-yavaş. Yəni qaçıb onu tuta bilərəm. Amma yorulmuşam. Ciddi yorulmuşam. Və çox istidir uşaqlar. 30 plus isti var hal-hazırda. Burada cəmaət oturub bu özü üçün T-Wagon'ını açıb, yeyir, içir, deyir, gülür. Hamı belə ailəvi həyat. Uşaqlar, bayaqdan hansı miqyasda bir tədbirdə olduğumuzu görürsünüz. Nə qədər avtomobillər var, ucuzlusundan bahalısına hər şey var. Amma fikir versəz, bir nəfər yoxdur ki, oturub qaz versin, qazın üstündə otursun da, bağırsın. Nəsə, elə bir adam görmərsiniz ki, burada mahnıya polunu xod versin öz maşınında ki, qulaq asın. Görün mən nəyə qulaq asıram ki, siz də qulaq asın. Bir dənə saksizliyə bax. Ancaq insan səsdir. Heç bir artıq mahnı, səsküy, xor, qaz, drift, heç nə yoxdur. Həftə sonu cəmaət gəlir dincəlməyə. Əgər bu tədbir trekdə olsaydı, mən sizdən razıyam. Amma sivil bir parkda bir tədbir keçir. Biz də gəlmişik hamı kimi avtomobilləri incələməyə, seyr eləməyə. Mən də əlimdən gəldiyi qədər sizə göstərməyə çalışıram. Burada Nissan Silvia 240 SX görürsünüz uşaqlar. Çox maraqlıdır. Çox bomba. Yanında belə bir 190 var. 190-ı incələdim. 102.000 probegi var. 2.6 motor, kondisioner, 4 dənə padyomlik. Maşının öz vəziyyətini də görürsünüz. Çox səliqəli, çox səviyyəli. Məcbur olmasaydıq, təbii ki biz də satmazdıq öz 190-ımızı, amma həyat. Belə də bir panorama verimi, bir dənə sizə panorama ürəyin istəyən. Çox qəşəngdir. Bir dənə də burada. Salam milik. Belə bir ayı var burada, baja. Hər şey karbon, nə bilim, alt hissəsində sizə göstərim. Askı sistemini, nə bilim, mostunun zadını, yuxarıda duman eləyini, işıqlarını. Yəni bildiyin serioznu. Yəni nə deyim buna mən, safari deyim, qumda sürürlər, harda sürürlər bunu bilmirəm, amma ürəyi də burada görürük, ati damperi də burada görürük. 2 dənə də bizim turbo çıxışımız var, turbomuz var daha doğrusu. Çox fərqli, çox maraqlı. Bu bəlkə 2 təkərə qalxar yəni məncə.
Son illərdə əsasən də Ərəb Əmirliklərində köhnə Porsche Cayenne'ləri yığırlar, safari edişini eləyirlər, qumda falan sürürlər. Bir də maraqlısı çıxdı qabağıma, istəyirəm sizə göstərim. Çox maraqlı bir speki var. Gəlin, yəni rəngi, içinin detalları, ümumi baxın, abifkasının zadına. Çox maraqlı, çox səliqəli. Gördüyünüz kimi. Çox maraqlı, davam edirik. Minimal. RX-7 göstərməsəm ayıb olar deyə düşünürəm. Bir dənə RX-7. Onun da yanında bir tərtəmiz 30 kupe var. Amma qarşıda çox güman, bilməm, Rusdur deyəsən sahibi. Qıpqırmızı bir M2 var, xrom disklərlə. Çox maraqlıdır. Mandarinin tanışları da buradadır. 3 dənə 36 kupe görürük. Bunu çox qəşəng, səliqəli, rəngləyib, səliqəli formada da bura uzadıblar. Onu deyə bilərəm sizə. Bir dənə də arxada daha sadə, daha stok 36 kupe var. M3-də ola bilər, şübhəli. Birinci versiya Dodge Viper var burada uşaqlar. Çox fərqli, ikonik bir görüntüsü var. Və gedir də uşaqlar, oralar hər yer maşındır. Belə cavanlar, bilmirəm video nə dərəcədə xoşunuza gəldi yoxsa yox. Bilmirəm, yəqin ki bu video çox izlənməyəcək. Bizdə 07 Niva daha çox izləndiyi üçün çox da bu dəfə özümü öldürmədim. İlk GTR, bu da ən populyar GTR. GTR Hakasukadır. O, bir də yanımızda GTR 34 ilə videomuzu bağlamaq istəyirəm. Zəhmət olmasa videomuza bəyənin, bəyəni atın, komment yazın, kanala abunə olun. Maraqlı videolar mən yenə də çəkəcəm. Siz də izləyin zəhmət olmasa. Ən optimal, ən yaxşı bu formada mənə dəstək ola bilərsiniz. Hələlik.